Adıgenin Qomaro kəndində fəlakət sonrasında vəziyyət hazırda stabildir. Yollar artıq təmizlənib, geoloqlar bazar ertəsindən etibarən işə başlayacaq və müvafiq rəy hazırlayacaqlar. Torpaq sürüşməsi 2 yaşayış evinə və avtomobillərə ziyan vurub. Zərər çəkən ailələrdən biri artıq kompensasiya alıb. Digəri isə müvafiq qurumlardan kömək gözləyir. Dəyən ziyanın dəqiq məbləğini müəyyən etmək üçün xüsusi komissiya işini başa çatdırıb. Torpaq sürüşməsi proseslərinə gecə yağan intensiv yağışlar səbəb olub. Verada baş vermiş qətl zamanı yaralananların vəziyyəti stabildir. 2 yeniyetmə Helsikor klinikasında qalır. Onlar artıq əməliyyat olunublar və müalicə alırlar. 17 yaşlı oğlanın qətlində şübhəli bilinən şəxsə gəlincə o Aladaşvili xəstəxanasındadır. Saxlanılarkən hüquq mühafizə əməkdaşlarının müqavimət göstərərkən əlindən xəsarət alıb. İttiham ona rəsmi olaraq elə bu gün klinikada təqdim olunacaq. Verada baş verən atışma zamanı ümumilikdə 4 nəfər yaralanıb. Onların 4-ü də tibbi yardım göstərilməsi üçün klinikaya aparılıb. Lakin yetirilən xəsarətlər nəticəsində azyaşlılardan biri xəstəxanaya gətirilərkən az sonra vəfat edib. Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələrinin əldə edilməsi, saxlanılması və satışına şərait yaradılması ittihamı ilə 3 nəfər saxlanılıb. Hüquq mühafizə əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar nəticəsində həmçinin müxtəlif yerlərdə satış üçün hazırlanmış narkotik vasitələri, o cümlədən 14 kiloqrama qədər qurudulmuş marixuananı, 1 kiloqrama qədər haşişi, 1 kiloqrama qədər yeni psixoaktiv maddəni və metadonu əski sübut kimi götürüblər. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyinin Xidmət Agentliyində nəqliyyat vasitəsinin uzaqdan yenidən rəsmiləşdirilməsi xidməti fəaliyyətə başlayıb. Vətəndaşlar bu xidmətdən həm Xidmət Agentliyinin mobil tətbiqi, həm də veb saytı vasitəsilə yararlana bilərlər. Təqdimatda bildirilib ki, agentliyin əsas prioritetlərindən biri xidmət proseslərinin fasiləsiz inkişafı və vətəndaşlar üçün müasir, sürətli və rahat xidmətlərin təmin edilməsidir. Gürcüstan Xarici İşlər Nazirliyi Qulevi neft evmalı zavodunun Avropa İttifaqının yeni sanksiyalar paketinə salınmasına münasibət bildirərək bəyan edir ki, bu qərarın heç bir faktiki və hüquqi əsası yoxdur. Bununla bağlı Gürcü tərəf Avropa Komissiyasına ətraflı məlumat və lazımlı sənədləri təqdim etdi. Müvafiq qurumlar Avropa İttifaqı institutlarına zəruri izahatların vaxtında çatdırılmasını təmin edirlər. Bəyanatda həmçinin qeyd olunur ki, ölkə Avropa İttifaqının sanksiya rejimini nəzərə alır və Gürcüstan ərazisini sanksiyalardan yayınmaq üçün istifadə olunmaması üçün bütün tədbirləri görür. Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq şəffaflıq prinsiplərinə əsaslanır. Gürcüstanın Xarici İşlər Nazirliyi ümid edir ki, Avropa İttifaqı qurumları və üzv dövlətlər 6 aylıq müddət ərzində ədalət prinsipi rəhbər tutaraq bu qərara yenidən baxacaqlar. Avropa İttifaqı Şurası Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təsdiqləyib. Yeni sanksiya siyahısına Gürcüstanda qeydiyyatdan keçmiş kripto platformalar və Qulevidə yerləşən neft evmalı zavodu da salınıb. Mətbuat relizi Avropa İttifaqı Şurasının saytında dərc olunub. Paket Rusiya iqtisadiyyatına və onun Ukraynaya qarşı müharibəni davam etdirmək imkanlarına ən böyük təsiri olan sektorlara qarşı sərt məhdudiyyətləri əhatə edir. Bu son 4 ilin ən kütləvi fərdi sanksiya paketidir və 48 fiziki, 170 hüquqi şəxs olmaqla ümumilikdə 218 subyekti əhatə edir. Avropa İttifaqının bəyanatına görə yeni paketin məqsədi Rusiya iqtisadiyyatını və hərbi maşınını daha da zəiflətməkdir. Sənəddə həmçinin Rusiyanın hərbi təbliğatında və dezinformasiya yayılmasında iştirak edən 8 şəxsə də sanksiya tətbiq edildiyi bildirilir. ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilən və Joe Wilsonun təşəbbüsü ilə Gürcüstanla bağlı düzəlişləri əhatə edən Milli Müdafiə Səlahiyyətləri aktı Tbilisidə siyasi qiymətləndirmələrin mövzusudur. Layihəni 216 konqresmen dəstəkləyib, 212 nəfər isə əleyhinə səs verib. Sənədə əsasən Gürcüstanda Rusiya və Çinin kəşfiyyat şəbəkələri haqqında qanun qüvvəyə mindikdən sonra 180 gündən gec olmamaqla Müdafiə Naziri, Milli Kəşfiyyat Direktoru və Dövlət Katibi ilə koordinasiyalı şəkildə Konqres komitələrinə məxfi hesabat təqdim etməlidir. Hesabat kəşfiyyat mənbələrinin qorunması tələblərinə uyğun hazırlanacaq. Rusiya və Çinin kəşfiyyat strukturları öyrəniləcək və onların təsir imkanları qiymətləndiriləcək. Qanunun qüvvəyə minməsi üçün onu Senat da dəstəkləməlidir. Bundan sonra sənəd imzalanmaq üçün prezidentə təqdim olunacaq. Xarici İşlər Nazirinin birinci müavini Tbilisidə akreditə olunmuş diplomatik korpusla görüşüb. Söhbət qrantlar haqqında Gürcüstan qanununa və son vaxtlar edilmiş dəyişikliklərdən və onların icrasından gedib. Gürcüstan tərəfi diplomatik korpusun suallarını cavablandırıb. Kvemokartli bələdiyyələrinin uzunmüddətli inkişafı üzrə strateji sənədlərinin ictimai müzakirəsi başlayıb. Qardabani meri uzunmüddətli inkişafın strateji layihələrini əhaliyə ətraflı təqdim edib. Xüsusi vurğu yol və su təchizatı infrastrukturunun tam qaydaya salınmasına yönəldilib. Məktəbə qədər və məktəb təhsilinin əlçatanlığının artırılması prioritet istiqamətləri təşkil edir. Strategiya birbaşa əhalinin ehtiyaclarına və prioritetlərinə əsaslanan yerli inkişafın uzunmüddətli baxışıdır.
Sesko sədri Qvari Gənclər Düşərgəsinin iştirakçıları ilə görüşüb. 2024-2025-ci illərin ümumi seçkiləri müzakirə olunub. Elektron seçki texnologiyalarının tətbiqi prosesinə, onların üstünlüklərinə və təcrübəsinə xüsusi diqqət yetirilib. Seçki administrasiyasının gənclər arasında seçki mədəniyyətinin, mülki məsuliyyətinin və demokratik proseslərə qarşı maarifləndirmənin artırılmasına xidmət edən təhsil layihələrindən danışılıb. Görüşün yekun hissəsində gənclər elektron seçki texnologiyalarını praktik olaraq özləri sınamaq imkanı əldə ediblər.